Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, imam xütbə verdiği zaman cümə günü yoldaşına sakit dur desən, fəqad lağavtə, artıq əski söz danışmış oldun. Gör hələ danışana sus deməyin, sakit dur deməyin, sənin cümənə xələl gətirirsə, gör indi danışan necə qardaş, gör danışan necə. Olmaz cümə günü xütbə zamanı danışmaq olmaz. Əgər xütbə imam başladısa, artıq susmaq lazımdır. Bəzi adamlar fikir verirsən, yəni belə şey məhəl qoymur. Elə bilir ki, yəni olar da danışmaq olar, telefona cavab vermək olar. Necə sən ay kişi xütbə gedir. Sus demək belə olmazsa, danışmaq necə? Danışmaq ondan betərdir. Əllə işarə edə bilərsən gəlib sahabelərdən. Tabi belə də səs də çıxarmırsan, amma bəzi deyir. Belə yox. İşarə etdin ki, yəni qardaş, sakit dur. İmam danışır. Mane olursan, qardaş söhbət edirsən, mən dinləyə bilmirəm. İnsan cümə namazında niyə iştirak edir? Yəni həftəli moizədə faydalanmaq istəyir. Sən yanımda telefonla danışsan. Axı mənə mane olursan, mən xutbədən faydalana bilmirəm. Nəsə öyrənməzsəm öyrənə bilmirəm. Mane olursan. Gözlə, xutbə qutarar, nə qədər istəyirsən çox danış. Amma xutbə zamanı danışmaq olmaz. İnsanlara əziyyət vermək olmaz. Cüməyə gəlmişsən, haqlar var. Əhkamları var, cümənin vacibatları var, deyək ki, şərtlər var. Məsələn, sən cüməyə niyə gəlsən? Cümə namazını qılmaq üçün. Bax, beləcə cümə günü nə özümüzün, nə də başqalarının gəlin cüməsini xarab eləməyək. Əhkamlarını bilmək lazımdır hər ibadətin. Onlardan biri cümə zamanı, yəni xutbə zamanı danışmaq olmaz. Olmaz, qətiyyən olmaz. Günahdır.